Son illər ərzində Sumqayıt şəhəri sürətli inkişaf yolu keçərək müasir və abad yaşayış məkanına çevrilib. Xüsusilə son 10 ildə həyata keçirilən geniş miqyaslı quruculuq və yenidən qurma işləri nəticəsində şəhərin infrastrukturu yenilənib, park və xiyabanlar salınıb, küçə və prospektlər əsaslı şəkildə abadlaşdırılıb. Bugün Sumqayıt həm təmizliyi, həm də müasir görünüşü ilə ölkənin diqqət çəkən şəhərlərindən biri kimi seçilir. Qeyd edək ki, şəhərin bu cür inkişafında təmizlik və abadlıq işlərinin düzgün təşkili də mühüm rol oynayır. Sumqayıt Şəhər Təmizlik Departamentinin əməkdaşları günü erkən saatlarından başlayaraq şəhərin küçə və prospektlərində geniş miqyaslı təmizlik işləri həyata keçirirlər. Onlar yolların süpürülməsi, məişət tullantılarının vaxtında yığılaraq daşınması, konteynerlərin təmiz saxlanılması və ümumi abadlıq işlərinin görülməsi istiqamətində fasiləsiz fəaliyyət göstərirlər. Eyni zamanda parklar, xiyabanlar, yaşıllıq zolaqları və istirahət məkanlarında da mütəmadi olaraq təmizlik və səliqə-səhman işləri aparılır. Şəhərin əsas yollarında və intensiv istifadə olunan ərazilərdə xüsusi texnika və canlı qüvvə cəlb olunmaqla ətraf mühitin təmizliyi daim nəzarətdə saxlanılır. Görülən işlərin səmərəliliyini artırmaq məqsədi ilə bütün proseslər əvvəlcədən müəyyən edilmiş plan üzrə təşkil olunur. Əməkdaşlar konkret ərazilər üzrə bölgə əsasında fəaliyyət göstərir, nəzarətçilər isə gün ərzində mütəmadi yoxlamalar apararaq işin keyfiyyətinə nəzarət edirlər. Qeyd edilməlidir ki, departament yalnız öz balansında olan ərazilərlə kifayətlənmir, eyni zamanda digər inzibati sahələrdə də təmizlik işlərini həyata keçirərək şəhər üzrə vahid sanitar mühitin qorunmasına çalışır. Şəhərin hər bir küçəsi və məhəlləsi daim diqqət mərkəzində saxlanılır. Bundan əlavə, Sumqayıt şəhərinin müxtəlif ərazilərində yerləşən tullantı qutuları da mütəmadi olaraq boşaldılır və heç bir halda uzun müddət dolu vəziyyətdə qalmır. Təmizlik Departamentinin əməkdaşları tərəfindən tullantılar vaxtında daşındıqdan sonra həmin qutuların ətrafı yuyulur, daha sonra isə dezinfeksiya xidməti əməkdaşları tərəfindən xüsusi vasitələrlə dezinfeksiya edilir. Bu isə şəhərdə sanitar gigiyenik vəziyyətin yüksək səviyyədə qorunmasına xidmət edir. Şəhərdə aparılan bütün bu işlər Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəzov tərəfindən verilən tapşırıq və tövsiyələrə uyğun şəkildə icra olunur. Görülən tədbirlər şəhərin daha da abadlaşdırılmasına, təmiz saxlanılmasına və sakinlərin rahat həyat şəraitinin təmin olunmasına yönəlib. Bugün Sumqayıtda müşahidə olunan səliqə-səhman, küçə və prospektlərin təmizliyi, parkların baxımlı vəziyyəti məhz bu zəhmətkeş kollektivin gündəlik əməyinin nəticəsidir. Günün istənilən vaxtında şəhərin müxtəlif istiqamətlərində çalışan təmizlik işçiləri səssiz, lakin böyük fədakarlıqla fəaliyyət göstərərək Sumqayıtın nümunəvi şəhər kimi formalaşmasına öz töhfələrini verirlər. Elvin Qudratov, Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.